Salam, bugünkü izahımız olacaq 9-cu sinif Azərbaycan tarixindən 24-cü paragraf, yəni Azərbaycan SSR 1940-cı illərin ortaları, 60-cı illərdə. İkinci Dünya müharibəsindən sonra ölkədə bütün hakimiyyət Stalininin, respublikalarda isə deməli Kommunist Partiyasının mərkəzi komitələrinin birinci katiblərinin əlində və Stalinin şəxsiyyətə pərəstiş daha da gücləndi, daha da möhkəmləndi. Müharibədən sonra repressiyalar davam edirdi. Sonra sosial-iqtisadi siyasətdə də ziddiyyətlər əhalinin sayını azaltmasına səbəb olmuşdu. Bu hansı ki, repressiyalar idi, cəbhədəki işçilər idi. Sonra bu orduya yəni səfərbərlik ilə bağlı doğumun azalması idi. Bunlar yəni əhalinin sayının azalmasına səbəb olmuşdu. Amma 1948-53-cü illərdə olan deportasiya respublikada əhalinin sayının artmasına səbəb olur. 1959-cu ildə isə kənd əhalisinə pasport verilir və bu da Azərbaycanlı gənclərin deməli bölgələrdən paytaxta axınını daha da gücləndirmişdir. Müharibə dövründə artıq neft yataqları həddindən çox istismar olunurdu, bildiyimiz kimi hərbi sifayişlərlə əlaqədar və dəniz neft yataqlarında istifadə etmək üçün 1948-ci ildə dünya təcrübəsində ilk dəfə olaraq dənizdə neft, mədən, estakadalar tikildi. Açıq dənizdə neft çıxarılmasına başlandı. 1949-cu ildə isə baxın bu neft daşlarında ilk neft fontan vurdu. 48-də neft, mədən, estakadalar tikildi. 49-da isə deməli neft daşlarında ilk neft fontan vurdu. Və Sumqayıt, Əlibayramlı, Mingəçevir, Daşkəsən kimi deməli yeni sənaye şəhərləri tikildi. 1945-54-cü illərdə deməli Mingəçevir su elektrik stansiyası, yəni Mingəçevir, Daşkəsən pristavlaşdırma kombinatı, bunların tikintisi başa çatdırıldı. Sonra danışaq kənd təsərrüfatından, deməli 1950-ci illərdə hansı ki, xırda kolxozların iriləşdirilməsi haqqında qərarla, bu qərar nəticəsində deməli kolxozların sayı azaldıldı. Yəni kiçiklər böyüklərin ətrafında birləşdirildi, ona görə azaldıldı. Və görülən tədbirlərə baxmayaraq 60-cı illərin sonlarında Azərbaycan əsas istehsal göstəricilərinə görə digər keçmiş ittifaq respublikaları ilə müqayisədə yəni sonuncu yerlərdə yer almasına səbəb olmuşdu. Bunun da səbəbləri var idi. Bax, idarəetmənin aşağı olması idi, kadr axını idi, sonra lazımi nizam-intizamın olmaması idi, planların dəyişdirilməsi, tez-tez dəyişdirilməsi, tam yerinə yetirilməməsi bu planların. Bu kimi amillər, yəni buna səbəb olmuşdu, hansı ki, sonuncu yerlərdə, 60-cı illərdə sonuncu yerlərdə olmasına səbəb olmuşdu. Sonra Azərbaycanlıların deportasiyasından danışaq. Deməli, 1945-ci ildə Ermənistan rəhbərliyi növbəti dəfə Moskva qarşısında Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırdı. Onlar bildirdilər ki, Dağlıq Qarabağı güya iqtisadi cəhətdən Ermənistana bağlıdır, amma bu Mirzəcəfər Bağırova da deyilir. Mirzəcəfər Bağırov buna etiraz edir. Mirzəcəfər Bağırov deyir ki, əvvəllər dəstəkdə bunu belə mənbə hissəsində verirdilər. Çox xoşum gəlir, çox qəşəngdir. Bunu əsaslandırmışdı. Deyir ki, yaxşı, onun verilməsinə razı olarak bir şərtlə vaxtilə Gürcüstana, vaxtilə Rusiyaya, digər respublikalara verilmiş torpaqlarımız geri qaytarılsın. Bu halda razı olmam, amma bu təbii ki, yəni mümkün olan bir şey deyil. Ona görə bu qərar qəbul olmalı. Yəni Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana verilməsi qəbul olunmalı. 1946-cı ildə isə ermənilərin Ermənistana köçürməsi haqqında qərar qəbul olunur. Xaricdə yaşayan ermənilərin Ermənistana köçürməsi haqqında. 1947-ci ilin 23 dekabrında isə SSR Nazirlər Soveti Ermənistan SSR-də hansı ki, Ermənistan SSR-dən kolxozçuların və başqa Azərbaycanlı əhalinin deməli Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürməsi haqqında qərar qəbul etdi. Beləliklə Ermənistan SSR-də yaşayan Azərbaycanlılar çıxarıldı, yəni azaldı. Və burada Azərbaycan isə əksinə şəhərə işləməyə gələnlərin hesabına bu ermənilərin sayı artmasına səbəb oldu. Sonra Stalinizm ilə mübarizə, ictimai siyasi həyatın mülayimləşdirilməsi. Bir də 1953-də Stalin vəfat etdi, ondan sonra dəyişikliklər baş verdi, Mirzəcəfər Bağırov da vəzifəsindən azad edildi.
Sonra 1954-cü ildə Azərbaycan Kommunist Partiyasının 20-ci qurultayında, baxın, Azərbaycan Kommunist Partiyasının 20-ci qurultayında İmam Mustafayev Azərbaycan Kommunist Partiyasının birinci katibi seçildi. Neçənci illər? 1954-59-cu illər. Və 1956-cı ildə isə Sovet İttifaqı Kommunist Partiyasının 20-ci qurultayında şəxsiyyətə pərəstiş tənqid olundu. Bundan sonra artıq mülayimləşmə siyasətidir. Repressiya illərində hansı ki, cəzaya məruz qalanlar işlərinə yenidən baxılması üçün komissiya yaradılır, bəraət verilməyə başlayır, repressiya qurbanları üçün çoxuna bəraət verilir. Və 1956-cı ildə isə Azərbaycan SSR Ali Soveti 1937-ci il konstitusiyasına yəni maddə əlavə edir. Bu da konstitusiyada yəni respublikada dövlət dilinin Azərbaycan dili olması barədə maddə edilir. İndi baxın, 1978-də də belə bir məsələ var. Nədir bu? 1978-ci ildə yeni konstitusiya yarandı. Bu yeni konstitusiyanın içərisində bir maddə də bundan ibarət ki, Azərbaycan dili dövlət dilidir. Amma 1956-cı ildə olan əlavə maddə məsələsi, bu fərqlidir biraz. Bu nədir? Bu, elə bu 37-ci il konstitusiyasının içərisində bir dənə də maddə elə. Elə ki, bizim bir kitabımız var, o kitabın içərisində bir vərəq əlavə elədik. 56-cı ildə. Amma 1978-ci ildə biz tamam yeni kitab aldıq və o yeni kitabın içində bizə lazım olan hansı ki bir səhifə var, bir vərəq var, o da var artıq. Yəni bax, bu dil məsələsindən bağlı fərqlilik budur. 56-cı ildə nə deyir, 78-ci ildə nə deyir. Hər ikisində maddə məsələsi var. Amma birində hazır konstitusiyaya əlavə edir. Birində isə elə hazır içərisində gəlir o konstitusiyanın içərisində gəlir dövlət dili məsələsi. Sonra 1959-cu ildə Azərbaycan SSR Ali Soveti Rus məktəblərinin Azərbaycan dilinin icbari tədrisi yəni barədə qərar qəbul etdi. 1959-cu ildə isə İmam Mustafayev vəzifəsindən kənarlaşdırılır, Vəli Axundov gəlir. 1959-69 Vəli Axundovdur. Və 1960-cı illərdə ermənilərin yenə Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşməsi ilə bağlı mərkəzi hökumətə yenə müraciətləri ünvanlanır. Amma bu addımın bütün SSR-də milli münaqişə olacağına, yəni bütün milli münaqişə ocaqlarının yaradılacağına nəzərə alan Nikita Xruşov Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşməsi təklifini rədd edir. Dərsimiz bu qədər. Sağ olun.